Yaxşı keçir. Havaların dirəmi? Bəli, çox gözəl keçir. Liftiniz saat 12 gecə işləyir. Nəyimiz? Liftiniz. Yox, bütün gecəni və bütün səhəri. Bizdə ancaq saat 12 gecə işləyir. Neftçi yenə uduzdu. Dublörlər heç oynadı. Amerika'da işsiz sayarlar. Cəniklər. Lap ağın çıxardıblar, vallahi. Yaxşı, deyirəm gəlin tanış olaq, elə deyil mi? Elədir. Başlayaq Qaraş müəllimlə. Garaj. Qaraş müəllimlə. Qaraş müəllim bizim qonşumuzdur. Avtoprofilaktorinin müdürüdür. O ki qaldı Qərib müəllimə. Qərib müəllim, Qəmbər müəllim. Qəmbər müəllim, Zdravahraneniya sahəsində işləyir. Yaxın dostumuzdur, yoldaşımızdır, can ciyərimizdir. Çox sağ ol. Surxayzadəni təqdim eləməyə mənə belə gəlir ki, ehtiyac yoxdur, onu hamınız tanıyırsınız. O ki qaldı mənə, mən də ki qızın fundamental surətdə atasıyam. Mən də oğlanın atasıyam. Qəşəng. Çox şadam. Bu professor müəllim bizim ailənin ən əziz, ən yaxın dostudur. Bu da bizim ailənin şairi, sevimli şairi. Əzizimizdir. Yaxşı şeirlər yazır. O da bu yaxında qəttəzə kitabı çıxıb. 150 qram. Yaxşı şeirlər təzə deyilə. Xahiş edirəm. Çox şadam. Bağışlayacağım size biri. Sağ ol, mən çox şad olaram. Ne kadar poetik bir ifade. Xəmirimizin mayası. Mən də Surxayzadə müəllimin uşaqlıq dostu. İcazənizlə. Götürün. Buyur. Yəni icazənizlə prop sinimat edeyim. Yaxşı, otur da. Teşekkür ederim Cəlil. Təbrik edirəm. Çok sağ olun. Çok sağ olun. Bazar lövhələri. Nə, bazar? Üzr istəyirəm, Xəzər. Təbrik edirəm. Çok sağ olun. Çok sağ olun. Resenziya çıxıb kitabınız haqqında. Yok hele. Kitap teze çıkar. Fərasətli şairin kitabından qabaq gərək onun resenziyası çıxsın. O necə olur elə? Gərək resenziya yazanı əvvəldən görəsən necə lazımdır, hörmət eləyəsən ya da ki, ya da nə? Ya da gərək bir zorba adamın olsun və yaxud bir zırpı yerdə işləyən tanışın olsun ki, resenziya yazan da, buraxan da bilsinlər ki, bəlkə sən də hardasa bir yerdə işlədin və onların da sənə bir işe düşdü. Dünyanın işini bilmək olmaz. Yaxşı. Təşkil ederim. Bir daha vaxtınız olsa, gələrsiniz yarıma, ölkənlə doğanağın mehriban münasibətləri haqqında sizə leksiya söyləyərəm. Çok sağ olun. Bu kitaptan hardan almak olar? Taza bazardan. Pazardan? Yok. Var, laptopda. Ben özüm size bağışlayaram. Bağışlayaram özüm. Böyle
Çoxdan sizlə tanış olmaq istəyirəm. Bilirsiniz, mənim Jigulümün kardinvalı, kardanvalı sıradan çıxır. Deyirəm bir yanınızda. Profesör, Söhbət edin. profesör, mən çoxdan fürsət axtarırım ki, sizinlə bir yaxınlıq eləyim. Eşitmişəm sizin institutda bir balaca yer açılır. Mənim xala oğlum çox mərifətli, çox mərifətli oğlandır, bacarıqlı oğlan. Nodar müəllim, Nodar müəllim. Nadir müəllim. Hə, Nodar müəllim, o mən quru balıq üçün hava sizi narahat edə bilərəm. Ana, könlü balıq istəyəni... Bəli, O- hava narahat edə bilərəm. Hə, həmişə. Kız oğlan unutuldu, ne olsun ki ne? Zapı təzə tanışlıq düşdü yerinə. Biri bazar kontafti, o biri həkim. Xeyirli elçilikdən kiminki yer kim? Xeyirli elçilikdən kiminki yer kim? Bana bir elçiliyə, xeyri olmayan elçiliyə ayaq basmaram. İnstituta yol açtı elçinin biri. Onun için boşaldı yağlı iş yeri. Bunun aldığı doşam çıktı təzə dal. Jiggliyə tapıldı, çox kardanlı var. Jiggliyə tapıldı, çox kardanlı var. Sen onu çoktan aktarırdın. Bilirəm, Yaxşı ki tapılır. kartopu yerə baxacağız deyirəm. Bak belə xeyir işin kime xeyri var? Elçiler için evlenir meğer cavanlar. Gel belə elçilikən hər ay, hər həftə. Elçilikdə düzelir. Çox işlər müftə, hey, elçilikdə düzəlir, çox işlər müftə. Elçilikdə düzəlir, çox işlər müftə.